Novruz bayramı ilə əlaqədar olaraq Qazax bazarında alıcı qıtlığı müşahidə edilir. Satıcılar bildirib ki, buna səbəb bazarda qiymətlərin nisbətən baha olması və həmçinin marketlərdə bayram ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı salınmasıdır. Alıcılar da bazarda qiymətin baha olmasından şikayətləniblər. Bəli, marketlərdə get gör surətə bax. Burada gələn yoxdur, alver yoxdur. Alver zəifdir. Marketlər çoxdur, ona görə cəmaət bazarı üst tutmur. Elə bilirlər bazarda bahalıq. Əməkdaşlarımız bayram bazarlığında qiymətlərin bazara nisbətən marketlərdə fərqini öyrənmək üçün Ağstafa və Qazax rayonlarında yerləşən ən böyük marketlərdən birində Əsədoğlu marketdə olub. Burada bazara nisbətən mənzərə tamamilə fərqli olub. Belə ki, bazarda alıcı qıtlığının yaşanmasına baxmayaraq marketdə alıcı sıxlığı müşahidə edilib. Marketin administratoru isə televiziyamıza bildirib ki, buna səbəb market rəhbərliyinə məxsus meyvə və üzüm bağlarının olması və həmçinin istixananın olması və istixanada pomidor və xiyar məhsulunun yetişdirilməsi imkan verir ki, marketdə bayram günlərində bir çox ərzaq məhsulları kimi kənd təsərrüfatı məhsullarında da endirim edək. Əsas məqsədimiz isə yerli sakinlərin alıcılıq qabiliyyətini yaxşılaşdırmaq və az təminatlı ailələrin də bayram günlərində bazarlıq edərək evlərində bayram süfrəsini açmasıdır. Alıcılar da marketdə olan ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərindən və ən əsası isə burada sanitar, gigiyenik qaydalara tam olaraq düzgün əməl edilməsindən razı qaldıqlarını bildiriblər. Bayramla əlaqədar olaraq biz bazarda olduq. Bazarda qiymətlər qalxıbdır. Ümumiyyətlə sizdə necədir? Bizdə əksinə, bu bayram günləri nəzərə alaraq müəyyən demək olar ki, çox məhsullarımıza endirimlər etmiş ki, bayram günlərində müştərilərimiz bu endirimlərdən yararlansınlar, bayramlarını xoş, gözəl keçirsinlər. Burada məqsəd odur ki, gigiyenik qaydalara çox düzgün əməl olunur. Özünüz görürsünüz də. Qiymətlər necədir? Qiymətlər də çox gözəl. Həmçinin onunla bərabər kənd təsərrüfatı malları, süfrələri bizim öz istehsalımız olan məhsullar da var ki, onları daha çox sərgiləmiş və daha çox endirim eləmiş ki, bunlardan yararlansın. Bayram günlərində isə alıcılar marketlərdən ət və ət məhsullarına və şirniyyatlardan daha çox alırlar. Günay Hüseynova, Kəmran Əskiparalı, Sənan İsmailov bugün informasiya proqramı üçün.